İlk öncə bütün izləyicilərimizi salamlayıram. Adım Əliyardır. Bu kanalda xarici dil öyrənmək istəyənlərə köməklik edəcəyik. Kim xarici dil öyrənmək istəyirsə, kim istədiyi xarici dildə danışmaq istəyirsə, o zaman diqqətlə bizə qulaq assın. Bu video çəkiliş zamanı Səbəo qardaş da bizə köməklik edəcək. Ona da öz təşəkkürlərimi bildirirəm əziyyət çəkdiyi üçün. Çalışacağım ki, bu video 10 dəqiqədən çox olmasın. Çünki 10 dəqiqədən artıq olan videolar çox zaman mənə görə də, yəni mənə görə biraz can sıxıcı olur. Amma çalışacağım ki, 10 dəqiqənin ərzində izləyicilərə bildiklərimi izah edə bilərəm. Düzdür Səbəo? Bəli, düz deyirsən. İndi başlayaq. Kimlər dil öyrənmək istəyir? Buna nə lazımdır? Onlardan başlayaq. Ümumiyyətlə birinci sualımdan başlamaq istəyirəm ki, ümumiyyətlə dil bilmək nəyə lazımdır? Yəni bu barədə nə deyə bilərsiniz? Çox əla sualdır. Dil bilmək nəyə lazımdır? Bunun çox variantlı cavabları var. Misal üçün, hər hansısa bir şəxs xarici ölkəyə getmək istəyir. Bu insan həmin xarici ölkəyə getməmişdən əvvəl bilməlidir də, orada kimlərə nə deyəcək, hansı sözlərdən istifadə edəcək, özün necə təqdim edəcək və yaxud da ki, nələri istəyirsə, kiməsə izah etməlidir də öz fikirlərini. Ona görə xarici dili bilməlidir. Xarici ölkəyə gedərkən, hər hansısa bir xarici dili öyrənmək istəyərkən və yaxud da ki, çox insanlar belə baxırsan ki, sosial şəbəkələrdə boş-boş fırlanır. Bu, onlar üçün bir hobbidir. Demək olar ki, bu hobbidir. Yəni, xarici dil öyrənməkdə ola bilsin ki, kiminsə hobbisi olsun. Misal üçün, hər hansısa bir xarici dili öyrənsən, bu sənin hobbindir. Və mən bir şeyi də diqqətinizə çatdırım ki, yəni sənə də bildirim ki, hər hansısa bir xarici dili bilən insanın beyni, işləmə surəti, həmin nəinki o xarici dili bilməyəndən, beynindən, yəni daha yaxşı işləyir. Qərarın qəbul edilməsi və yaxud da ki, hər hansısa bir məsələ üzərində çalışma, yəni daha sürətli olur. Xarici dil bilmək, öyrənmək insan beynini daha sürətli, daha inkişafda edir. Yəni, xarici dil bilmək, yəni bunun üçündür. Yəni, mən istəyirəm ki, hər bir kəs xarici dildən yəni bilsin. Əvvəllər, yəni çox adamlar ən azı 2, 3, 4 dil bilirdi, yəni keçmişdə. İndi isə yəni bu məsələlərdən hər kəs uzaqlaşıb, xarici dil nədənsə öyrənmək istəmir, yəni çətinlik çəkir. Bəli, düz deyirsiniz. Yəni bu barədə də sualı düzgün şəkildə də vurğuladınız. Bir də hər kəsin ən çox verdiyi suallardan biri də odur ki, dil öyrənmək asandır yoxsa çətin? Yəni bunda insanlar çox əla sualdır. Dil öyrənmək asandır yoxsa çətin? Bunu çox adam mənim özümə də verib bu sualı. Dil öyrənmək asandır yoxsa çətin? Bəziləri var deyir ki, bunun qrammatikası çox çətindir, sözləri çox çətindir, öyrənmək olmur. Yəni bu səhvdir. Bu səhv bir cavabdır. Bir insan öz üzərində nə qədər çox işləyərsə, nə qədər çox çalışacaqsa, o dil onun üçün asan olacaq. Yəni bu hər kəsə aiddir. Çətin dil, asan dil deyilən bir şey yoxdur. Yəni hər bir insan üçün. Nə qədər çox çalışacaqsansa, yəni həmin dil sənin üçün o qədər də asan olacaq. Çalışmayacaqsan, öz üzərində işləməyəcəksənsə, əlbəttə ki, bu sənin üçün çətin olacaq. Sən narazılığını bildirəcəksən ki, çətindir, qrammatikası çətindir, sözlər yadımda qalmır və yaxud və ilaxır. Yəni, bunun cavabı budur. Yəni, insan işləməlidir, öz üzərində çalışmalıdır. Yəni, cavab odur. Nə qədər çox çalışacaqsansa, dil sənə o qədər də asan gələcək. Və ən vacib suallarımızdan biri də ondan ibarətdir ki, bir dili necə öyrənə bilərik, hansı metodikalarla, hansı taktikalarla, bu barədə fikirləriniz nədir? Bizə çox vacibdir bu suallarımız. Yəni mənə də çox verilib bu suallar. Mən özüm də baxıram, videolara baxıram, bu YouTube-da və yaxud da sosial şəbəkələrdə. Yəni biri keçir videonun qarşısına başlayır ki, mən filan vaxtda, filan universitetdə oxuyurdum, orada biz danışa bilmirdik, taktika öyrədirdi. Bizə, yəni insanlara mənim fikrimcə o maraqlı deyil. Yəni birbaşa mənim üçün şəxsən məni maraqlandıran fikirlər lazımdır. Necə öyrənmək olar? Yəni lazımsız fikirlər deyirlər, insanlar yəni ona görə də çətinlik çəkir. Birbaşa olaraq bir dili öyrənməkdə nələr lazımdır? Bir dili öyrənmək, yəni necə öyrənmək olar hər hansısa bir dili? Ən vacib suallardan biridir. Bunun müxtəlif variantları var.
birinci növbədə ən əsas məsələ ondan ibarətdir ki, motivasiya. Kənardan təzyiq. Motivasiya və kənardan təzyiq. Hər bir insanın özünün motivasiyası olmalıdır, bu sözsüz öz yerində və bir də kənardan təzyiq. Misal üçün, mən xarici dil öyrənirəm, sən gəlirsən, mənə yaxınlaşsan, mənə fikir bildirirsən, mənfi fikir bildirirsən, deyirsən ki, bu nəyə lazımdır, sən bunu öyrənə bilməyəcəksən, belə fikirlər, mənfi fikirlər və mən soyuram həmin xarici dildən. Bir sən deyirsən, bir o deyir, bir bu deyir, 5-10 nəfər elədimi? Və bununla da artıq mən o xarici dil öyrənməyə, yəni öyrənə bilmirəm. Odur ki, birinci növbədə sizə qarşı, yəni belə işlədən insanlar varsa, həmin insanlardan ya uzaq olmalısınız, mənfi fikir bildirməsin, yəni sizə qarşı. Və yaxud da ki, əgər siz onların fikirlərini sizə təsir etmirsə, həmin şəxslərin işlətdikləri fikirlər öyrənənə təsir etmirsə, o problem deyil. Sadəcə həmin o mənfi fikirlərdən, təzyiqlərdən uzaq olmaq lazımdır. Get öyrən, nə deyirlər desin, fərqi yoxdur. Fərqi yoxdur. İngilis dili, alman dili, fransız dili, nə dili olur olsun. Kənardan gələn mənfi fikirlərə qulaq asmaq lazım deyil. Və ikinci növbədə, ən əsas, mənə görə ən əsas və mənə elə gəlir ki, bu an qırılma nöqtəsidir. Qırılma nöqtəsidir, buna hər bir kəs riayət eləməlidir. Disiplin və intizam. Hər bir kəsdə disiplin və intizam olmalıdır. İntizamsız tələbə mi deyim, yəni həmin o xarici dili öyrənən mi deyim, intizamsız şəxs dünyanın ən asan belə dili olur olsun, intizamsızdırsa öyrənə bilməyəcək. İntizam və disiplin lazımdır. Misal üçün, mən bugün gəlirəm, yorğunam, hər bir kəsin bildiyimiz kimi işi var. Yəni işin arasında, gücün arasında bütün bu xarici dillər öyrənilir. İşdən gəlirsən, evə gəlirsən, yorğunsan. Yorğun olanda deyirsən ki, yatım. Və sənin içində intizam olmalıdır. Sən özünə deməlisən ki, mən qalxım bu dili öyrənim. Mənim tapşırığım var. Ən azı 2 söz, ən azı hər hansısa bir dinləməyə qulaq asmalıyam. İntizam. Birinci, yəni bu ikinci variantdır. Mənə görə isə bu ən birinci yerdə olan bir məsələdir. Yəni qırılma nöqtəsi budur. Buna riayət edən hər hansı bir şəxs xarici dil öyrənməkdə çətinlik çəkməyəcək. Bir həftə ərzində sənin əgər intizamın yoxdursa, həftədə bir dəfə məşğul olacaqsan, misal üçün 2 saat, bununla xarici dil öyrənmək olmaz. Amma həftədə, bütün həftə boyu istisna edək. İstisna olsun, 6 gün, misal üçün 5 gün, bu 2 günü istisna elədik, biz çıxdıq. 5 gün, hər gün yarım saat, 1 saat aralığı məşğul olacaqsansa, buna daimi şəkildə, mütəmadi şəkildə deyirik biz öyrənməyə, bu öyrənməkdir. Onda real nəticə olacaq. Yəni intizam lazımdır, çalışmaq lazımdır. Üçüncü növbədə isə bu xarici dili öyrənərkən maraqlı şəkildə öyrənmək lazımdır. Misal üçün, mən gələrkən mən üstümdə gəzdirirəm, mənim İtalyan dili dəftərim, öyrəndiyim dillərdən biridir İtalyan dili. Baxın, rəngli, bölmələrin adlarıdır, rəngli. İtalyan dili, baxın, görürsünüz, rənglidir. Açırıq bir mövzunu, baxın, mövzunun adı rəngli qələmlərlə, mövzunun adının yazılması, daha ciddi deməli, mövzular, daha qrammatik olan yerlər burada göstərilib oxlarla, 5 künclü, 5 ulduzlarla mövzunun adının qeyd edilməsi. Çoxudur ki, bu nəyə lazımdır? Bu mənim üçün bunu maraqlı edir. Burada əgər bütün mövzunu mən eyni qələmlə yazsam, eyni ruçka ilə yazsam, mənim üçün maraqlı olmayacaq. Açacam, ürəyim sıxılacaq, mən baxa bilməyəcəm buna. Yəni, atacam, mənim üçün maraqlı olmayacaq. Burada mənim diqqətimi cəlb edən nüanslar var. Açıram, baxın, görürsünüzmü? Hər şey burada rənglidir. Rəngli qələmlərlə yazmışam və bu məni maraqlı edir. Mən düzdür, qrammatikaya çox üstünlük verirəm. Amma demirəm ki, hər kəs bu dillər qrammatika ilə öyrənilir. Xeyr, sadəcə mən qrammatikaya çox üstünlük verirəm. Yəni, sıxılmıram. Çox insan qrammatik qaydalardan sıxılır, amma mən sıxılmıram. Bunun da səbəbi odur ki, bunu mən özüm üçün əyləncəli eləmişəm. Yəni, ürəyim sıxılmır. Növbəti qaydamız isə bunu bu üsullarla öyrənilməlidir də. Oxuma ilə WhatsApp-da sənə biri yazır. Misal çəkək, adi misal vaxtımızda da istəyirəm 10 dəqiqədən keçməsin. Biri sənə WhatsApp-da yazır.
yazılanı oxuyursan, daha sonra o oxuduğuna cavab yazırsan, sənə səs atılır, dinləyirsən və dinlədiyinə səs göndərirsən. Deməli, nə oldu? Oxuma, yazma, dinləmə və danışma. Bu qaydalarını öyrənsən. Bu tam ayrı bir mövzudur. İkinci bölümümüzdə bunun barəsində ətraflı danışacağım. İndi biraz çox uzun alındı videomuz. Bu videoda mən çalışdım ki, ilk bölümümüzdə bir xarici dili necə öyrənmək olar, yəni ilkin təməllərin, ilkin əsas təməlləri necə təməllərin qoymaq olar. İkinci videomuzda çalışacağım ki, bütün bunlar barəsində daha ətraflı, geniş məlumatlar verim. Əgər xarici dil öyrənmək istəyirsənsə, uzun-uzun danışmaq istəmirəm, gedirsən, heç kimin fikirlərinə qulaq asmırsan. Yəni, sadə üsullarla. Gedirsən, dəftər alırsan, qələmlər alırsan, rəngli qələmlər və başlayırsan xarici dilini öyrənməyə. Dediyim kimi, bütün bunlara qulaq astınsa, öz üzərində çalışacaqsansa, deməyəcəksən ki, mən yorulmuşam, öyrənmək istəmirəm. Bir ay sonra, yəni minimum 15, maksimum bir aydan sonra öz üzərində görəcəksən ki, səndə dəyişikliklər baş verib. Həmin o xarici dillər barəsində. Bizə qulaq asan, videomuzu dinləyən hər bir kəsə öz dərin təşəkkürlərimizi bildirirəm. Bizim məqsədimiz sadəcə burada kimsə öyrətməkdir. Demirəm kimsə bəyənsin, yorum yazsın, abunə olsun. Xeyr, bu şablon ifadələrdir. Bizim sadəcə məqsədimiz, bizim məqsədimiz sadəcə və hörmətli izləyicilərimiz kimsə öyrətməkdir. Hər bir kəs bizi necə öyrədiblər, biz də istəyirik ki, o şəkildə kimlərisə öyrədək. Dediyim kimi, videomuz biraz 10 dəqiqədən uzun oldu, söhbət necə alındısa 10 dəqiqədən uzun oldu. Növbəti bölümümüzdə xarici dilə artıq təməlin qoyduq, bu qaydalarda bunlar olmalıdır insanda. İkinci bölümümüzdə isə nələrdən istifadə etməliyik? Qrammatik qaydaları, lüğətləri və yaxud da ki, hər hansı bir dinləmə, danışıq qabiliyyətləri necə artırmaq. Növbəti videolarımızda da bildiyim bütün dillər barəsində, qaydalar barəsində danışacağım. Hər bir kəsə özlərinin təşəkkürlərimizi bildiririk. Çox sağ olun videomuzu izlədiyinizə görə. Sağ olun.